Bəzən vaxt məhdudiyyəti, bəzən də rahatlıq üçün vətəndaşların bir çoxu konservləşdirilən şorbalardan istifadə edirlər. Xüsusilə sürətli həyat tərzi keçirən, gün ərzində iş və digər öhdəliklərlə məşğul olan insanlar üçün bu cür məhsullar praktik və əlçatan seçim hesab olunur. Hazırlanma baxımından rahat olması onları bu cür qidalara üstünlük vermələri ilə nəticələnir. Tərkibində yüksək miqdarda duz, konservant və müxtəlif qida əlavələri olması sağlamlıq baxımından risklər doğura bilər. Yüksək təzyiqi və risk altında olan şəxslər konservləşdirilən şorbalardan uzaq durmalıdırlar. Qatqı maddələri həddindən artıq çox olduğuna görə insan sağlığına mənfi təsir göstərə bilər. Bütün bunları nəzərə alaraq xüsusi insanlar var ki, bunlarda artıq bu konservləşdirilmiş şorbaların istifadəsi qəti yol verilməzdir. Birincisi, yüksək təzyiq olan insanlar, ürək qan-damar sistemi xəstəliyinə çəkən insanlar, şəkərli diabet olan insanlar, yüksək xolesterol səviyyəsi olanlar, qaraciyərində problemi olan insanlar, böyrək çatışmazlığı olan insanların bu qidaları istifadə etməsi tibbdə tövsiyə olunmur. Bunun yerinə daha doğrusu olar ki, mövsümünə uyğun tərəvəz şorbalarından istifadə olması daha çox tövsiyə olunur. Konservləşdirilən şorbalarla yanaşı vətəndaşlar yarımfabrikat qidalara da üstünlük verirlər. Bu məhsulların ömrünü uzatmaq və dadını artırmaq üçün tez-tez süni qatqılar, rəngləndiricilərdən istifadə olunur. Uzun müddətli istifadəsi allergiyaya, hormonal pozuntulara və bəzi hallarda xərçəng riskinin artmasına gətirib çıxarır. Çox vaxt bu məhsullar yüksək səviyyədə yağ, şəkər və duz ehtiva edir, amma vitamin və minerallar baxımından zəifdir. Nəticədə piyələnmə, ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artırır. Bəzi yarımfabrikat qidalar zərərli yağlarla zəngindir ki, bu da xolesterinin yüksəlməsinə, damarların tıxanmasına və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər. Vətəndaşların konservləşdirilən şorbalar və yarımfabrikat qidalar alarkən diqqət etməli məqamlar mövcuddur. Belə ki, hazır qidalar, yəni isti qidaları alan zaman temperatur göstəricisi 0 və 60 dərəcə Selsiya aralığından aşağı düşməməlidir. Bu aralıq təhlükə zonası aralığıdır. Ona görə də qidalar 60 dərəcə Selsiyanın yuxarısında istehlakçılara təqdim olunmalıdır. Məhsulların qablaşma materialı isə tamlığı pozulmamalıdır. Qablaşma fiziki çirklənməyə yol verə biləcək səviyyədə olmamalıdır. Konservləşmiş məhsullarda hər hansı bir üst hissəsində bombaj və yaxud da hər hansı bir deformasiya varsa, mütləq bu qidaların satın alınmasından imtina etsinlər. Mütəxəssislər belə məhsullardan ölçülü şəkildə istifadə etməyi, imkan olduqda isə ev şəraitində təbii və təzə ərzaqlarla hazırlanan yeməklərə üstünlük verməyi tövsiyə edirlər. Qida seçimində şuurlu istifadə həm fiziki sağlamlığa, həm də ümumi həyat keyfiyyətinə müsbət təsir göstərir.